Mən xoşbəxtəm ki, mən öz sevincimi bölüşə bilərəm bugün sizinlə. Mən göylərin padşahlığını görmüşdüm yuxuda və qəribəsi də o idi ki, qardaşım gəlib mənə hələ məhz mənim yuxuda gördüyüm göylərin padşahlığı sözləri ilə başladı danışmağa. Və o mənə dedi ki, Tanrı səni sevir. Bilirsən, göylərin padşahlığı var, göylər səltənətində Tanrı bizi gözləyir, əbədi həyat var. Ailə həyatı qurandan sonra mənə həkim, mənim xəstəliyim olduğuna görə birinci həkim demişdi ki, mənim evladım olmayacaq. Amma 3 övladım var. Birinci övladımız dünyaya gələndə həkim bizə dedi ki, 3 gün yaşayacaq. Mən dəhşətə gəlmişdim, mən yata bilmirdim. Mən Tanrıdan yapışdım. Mən dedim, Tanrı sən mənə əgər bu övlad hissinə dadmağa icazə vermisənsə, mən istəyirəm, mənim əlimdən alma. Şükür Tanrıya ki, Tanrı məni əlimdən sevincimi almadı. Tanrı mənə öyrətdi səbr eləməyi, gözləməyi, dua eləməyi. Bilirsiniz, çox sevinclidir, çox böyük bir, möhtəşəm bir sevinç var imanlının həyatında və deyirik, Tanrı sizi sevir və adamlara həyatı dəyişir, adamlara toxunur bu söz. Bu sözün ilahi qüdrəti var. Və sizə deyə bilərəm ki, Tanrı sizi sevir və siz qiymətlisiniz Tanrının gözündə. Bilirsiniz, müqəddəs yazıda bir yer var, orada itmiş quzu haqqında danışılır və orada çoban 99 quzunu qoyur, gedir bir itmiş quzunun dalınca və o itmiş quzunu xilas edib getirəndə çobanın sevinci həddi hüdudu yoxdur. İsa Məsih göyləri tərk edib yer üzünə bizə görə gəlib. Bax, şəxsən Tanrı səni sevir. Tanrı nəsə itirib bizə görə böyük bir qiymət ödəyib. Və biz o qiymətin nəticəsində bu günləri biz deyə bilərik ki, mən xilas olmuşam, mən əbədiyyətə gedirəm, Tanrı məni sevir. Bu boyda mənim günahlardan məni azad eləyib. Mən artıq rahat nəfəs ala bilərəm. Mənim borcum yoxdur, mənim günahım yoxdur. Mən müqəddəs qan ilə yuyulmuşam, təmizlənmişəm və mənim adım əbədi böyük hərflərlə göylərdə, kitabda yazılır. Həyatda biz insanlarla ünsiyyətdə oluruq və biləndə ki, biz Tanrı haqqında nəsə bilirik, imanlıyıq, adamlar bizə müraciət edirlər. Və haradasa bir 15 il, 17 il bundan əvvəlki hadisəni danışmaq istəyirəm. Lökbətanda bir qadın mənə yaxınlaşdı. Dedi ki, bax, mənim qonşum ailəsi dağılmaq istəyir, dağılmaq ərəfəsindədir və o gedib ərizə yazıb boşanmaq üçün. Mən onunla oturub danışdım və dedim, gəl dua eləyək, gəl həyat yoldaşıma bir daha şans ver. Amma bu böyük bir qərardır həyatda qəbul eləmək. Və burada səndən başqa sənin evladlarının taleyi var. Və o qadın bir müddətdən sonra mən eşitdim ki, o qadın ərizəni götürüb və onlar xoşbəxt yaşayırlar. Evladı olmayan qadın üçün dua eləmişəm. Tanrı məni aparıb, dua eləmişəm və onun tezliklə evladı dünyaya gəlir. İnsana xeyir dua vermək, insana müəyyən maddiyyatla kömək eləmək, bunlar çox asandır. Amma insan üçün, bir insan üçün ölmək nə qədər asandır. Özü də pis insan üçün, günahların içində boğulan insan üçün. Tanrı göylərdən baxanda bir dənə də olsun günahsız insan yoxdur. Və bu qədər günahsız insanlar üçün
Tanrı öz canından qurban verdi. İsa Məsih bu dünyada olanda xəstələrə şəfa verirdi, ölüləri dirildirdi. Biz deyəndə ki, Ya Rəbb İsa, sən bizim yerimizdə olmusan, sən yaşamısan insan kimi və sən bilirsən və sən bu insanın ağrılarını görürsən, şəfa ver və insanlar şəfa alır. Bütün bu sevinci yaşamaq, bilirsiniz necə də gözəldir. Biləndə ki, kimsə sən sadəcə bir dua ilə o adamın həyatında nəsə Allah bir iş görüb, bilirsiniz nə qədər böyük bir sevincdir. İndi çox kanallarda, çox yerdə insanların problemlərin həll eləmək istəyirlər, televiziya kanallarında. Amma səhv bir müstəvi üzərində eləyirlər. Bilirsiniz, bütün təqsirləri üzə çıxardırlar. Burada, əgər biz barışıqdan danışırıqsa, barışıqda hər şey unudulmalıdır. Keçmişə yox deməliyik. Tanrı çarmıxa getdi. Çarmıx onun yeri deyildi. Çarmıx hər birimizin yeriydi. Amma o özünü alçaltdı bizə görə və bugün o ucalıb. Əgər siz də öz həyatınıza İsa Məsihi qəbul eləmək istəyirsinizsə, öz günahlarınızdan azad olmaq istəyirsinizsə, əgər istəyirsinizsə ki, sizin arzularınız cavab tapsın, sizin arzularınız həyata keçsin, sizin ürəyiniz rahat olsun və siz əbədi həyata, göylər səltənətinə bir gün qovuşasınız, ona görə bugün ürəyinizə İsa'nı çağırın. Və əgər bəlkə sizlərdən kimsə, bəlkə çətin andadır bu dəqiqə, bəlkə kiminsə borcu var, bəlkə kiminsə xəstəsi var, sadəcə olaraq siz öz ürəyinizdə çağıra bilərsiniz. Deyə bilərsiniz, İsa, mənə kömək ol. Mən sizi 100% əmin eləyirəm ki, Tanrı sizə cavab verəcək. Tanrı sizin çətinliyinizdə sizinlə birgə olacaq və sizin göz yaşlarınızı siləcək, sizin ürəyinizə sevinc verəcək. Sonsuz, əbədi bir sevinc.